Baxan yağı, bütün yeməklərdə rahatlıqla işlədə bilərsiniz. Bu da günə baxan yağımızın görünüşüdür. Bütün yeməklərdə çox gözəl dadı tamı var dostlar. Bundan başqa zeytun yağı, sonra alaqanqal yağı var. Alaqanqal yağı da burada var dostlar. Bu şəkildə çəkilir. Alaqanqal yağı qaraciyər xəstəliklərində bir nömrədir. Qaraciyər piylənməsidir, hepatitdir, öd yol infeksiyasıdır, dalaq böyüməsi. Kimdə varsa dostlar, alaqanqal toxumunun yağı bu şəkildə olur. Təbiisi bu şəkildə olur. Alaqanqal yağı bütün növ qaraciyər xəstəliklərində ən təsirli təbii vasitədir. Sonra dostlar, balqabaq tumunun yağı. Balqabaq tumunun yağı hansı uşaqlardakı qurd xəstəliyi var. Bu şəkildə çəkilir balqabaq yağında. Sonra kişilərdə prostat xəstəliyidir, prostat xərçəngidir. Sonra prostat vəzinin böyüməsidir, sidik kanalı iltihaplarıdır. Hamısında ən yaxşısı balqabaq tumunun yağıdır. Saçlar üçün də çox faydalıdır. Bu da ki, günə baxan yağlarımızdır. Dostlar, zeytun yağı da çəkirik. Zeytun yağı da bu da ki, zeytun yağımızdır. Zeytun yağı. Bir müddət bundan qabaq yadınızdadırsa zeytun yağı don olurdu. Görürsünüz, indi hava istiləşib, artıq zeytun yağının donu açılıb. Hava istiləşdikcə bu şəkildə olur dostlar. Bundan başqa burada qarazirə yağı, çöröğütü yağı, minbir dərdə dərmandır. Qarazirə yağı. Buna dabafq elə qarazirə yağı. Bu da ki, qarazirə yağımızdır. Öskürəkdir, bronxitdir, şəkər xəstəliyidir. Kimdə keçməyən öskürək var. Bunun dərmanıdır dostlar. Qarazirə yağı. Qarazirə yağı ünvanımızdan əldə edə bilərsiniz. Yerimiz Eurohomdakı balıq bazarındadır. Dərnəcil yolu Bakı şəhəri, Ziya Bünyadov prospektində. Çermet mostu keçəndə sağ tərəfdədir yerimiz, balıq bazarında. Balıq bazarı.